Salamlar dostlar, bu günləri çox möhtəşəm bir videola qarşınızda olacağıq. Yanımda Hüseyin və Yusif var. Çox sayılı istəklərinizi nəzərə alaraq bu günləri qiymətini bil, qazan 2 olacaq. Keçən oyunumuzun qalibi isə kim oldu? Hüseyin əlbəttə ki. Hüseyin qalib olmuşdu. Görək bu günləri qalib kim olacaq? Və çox uzatmırıq, keçirik videomuza. Geçdi. İlk gələn leysimizdir. Bu leysi hamıya tanış gəlir. Bax, göstərirəm. Bunun əsas məsələ qiyməti neçədir? Deyirəm. Yuska desin. Mən deyirəm birinci. Yuska müəllim. Tam tuzdurum. Tamam. Tam tutuzlu görə. 1.49. 1.49 Yusif. 1.90. 1.90'dır da yəni bu. Son qərar. Bəli. 1.90 və bunun indi hər kəsin gözü önündə göstəririk sizə. 1 manat 89 qəpik. Ola 1 qəpiklə. 1 qəpiklə Hüseyin cipsini kapdı. Gözəllikdir bu. Bir başqa gözəllik. Hal-hazırda biz ikinci gələn möhtəşəm 1.50 deyil bu. 1.89, 1.90 demişdi. Sən isə çox zəifdin. Nə yəni çox. Və növbəti gəlir. Bu isə şokoladlı popcorn. Şokoladlı popcorn. Və bunun qiyməti neçədir? Bura baxmayın dostlar. 1 manat 10 qəpik. 1 manat 10 qəpik. Mən deyirəm 1 manat. 1 manat və 1 manat 10 qəpik. Bəli. Və bunu açırıq göstəririk. 1 manat 50 qəpik. Bəli. Qalxış var, görürsünüz dostlar. Bunun qiyməti qalxıb və bu kim apardı? Hüseyin yenə apardı. Hüseyin nə olub belə? Hüseyin bu günləri aman vermir. Like'ları da atağına dəyərli dostlar. Bu arada dostlar, kimlər bizim kanalımıza abunə deyilsə, kanalımıza hələ də bəyəni atmırsınızsa, videomuza keçib bəyəni ata bilərsiniz. Bu nədir belə? Gözəl bir şokoladlı vaflimiz var. Növbəti vaflimiz gəlir. Slada çox gəlir. Bunun qiyməti neçə olar? 1 Yox, 1 Hüseyin. 1.49. 1.49 Hüseyin deyir. Sən neçə deyirsən? 1.51. 1.49 və 1.51. Mən isə bunu sizlərə göstərirəm. 1 manat 19 qəpik. Mən unuturam. 2 qəpiklə. Çünküsünü deyim, sən çox zəifsən. Çünki bu endirimdə idi, amma öz qiyməti 1.60 olardı. 1.19 endirimdən alınıb deyə və Hüseyin bunu da aparır. 3-0. 3-0. Nə oldu belə mən bu oyunda? 3-0 və növbəti görək, növbəti Yuska hələ ki çox şokdadır. Ayla bilmir və Lovita gəlir. Bunu da endirimdən almışıq. Və bunun qiyməti neçə olar? 1.29. 1.29 1.30. Nə olub 1.29 1.30? Heç onu fərq deyərdi. 1.29 bu. 1.29. Hardasa görürlər. 1.29 1.30 və bunun qiymətini indi ola bir dəqiqə deyəm. Gördüm. 1 manat 19 qəpik və xalımı qazandım. İlk xalını qazanır. Əslində ikimiz də eyni yaxın rəqəmlərdədir. Mən dedim ki, bunlar yəni tutublar da söhbət. Amma mən dedim ki, bu videoya Hüseyin, bu videoya 2000 like gəlsə, yenə like yığışdır. Belə deyim də bax. Gözlə deyəcəm ya da. Gözlə deyəcəm fikirləşək. Məncə bu qiymətin dadı. Bir dənə yeni çıxan çeşid var. Tam çöplü sokları. Ananaslıdır. Mən demək istəyirəm. Multimeyvədir bu. Biraz fikirləşim, gözləyin. Qiymət nə deyə görə? Mən deyəcəm ha birinci. Hələ ki 3-1-dir hesab. 3-1-dir. 80 qəpik. 80 qəpik 100 qəpik. 80 qəpik nədir? 55 qəpik. 80 və 55 qəpik. Çox maraqlı rəqəmlərdir və bunu bir dənə açaq göstərək. 80 qəpikdir bu. 80 qəpikdir. 80 qəpik. Yuska geri dönüş, comeback eləyir. Yuska gələ kağızı ilə bir yerdə verir sənə. Qaqay. Və növbəti gəl çox sıra ondan. Çox sən ondan. Bu arada dostlar, kanalımıza abunə olun. 100.000 abunə olarıqsa, əgər 100.000 abunədə meşədə bir gün qalacaq. Bəli, meşədə bir. Dördümüz bizim kollektiv, bir nəfər də Orxan Games'i deyirik və dördümüz meşədə qalacağıq. Və bunun qiyməti dostlar neçədir? 70 qəpik. 65 qəpik. Sən görmədin? Görməmişəm. 65 qəpik. Necə yandırdın mən deyirsən? Mən belədir. Görmədim. Sevmə belədir bax. Sən görmədin. Hə. 70 və 65 doğrudur bu və bunu göstərək sizə neçədir? 62 qəpik.
Bir dənə dedim sən baxırsan. Allah 3-3 oldu. Bu nə idi Hüseyn? Bu Bu nə nədir? division? Bərabərlədir. Comeback. Comeback eləyir. Həqiqətən şokdayıq biz də. Yuskap. Əgər 4 də olsa, yəni halaldır. Amma mən daha qəşəng olmuşam. Amma sən apardığın bir dənə cipsisi bunun dostlar. Bu da deyəcəyəm. Bir dənə cipsisi bunun bu üçünə otduğundan, yəni bahadır da. Oo, görün nə gəlir. Görün səbətimizə nə gəlir. Snacks kruzları gəlir. Qaldı yekədir də yəni bax. Bunun qiyməti neçə olar? 1.20. 1.20. Deyirəm. 1.30. 1.20 Bax, sen tam deyir. tuturam. Mən bu işi çox güclüyəm. 1.20 sen deyir, 1.30 Yuska müəllim Məncə deyir. 1.20 olar da, yəni çox baha Və olmaz. qiymətini Deyirəm, indi sizə göstərəcəyik görək 1.20, 1.30 və şoka düşə bilərsiniz hər an diqqətlə baxın. Yəni bahadır, yoxsa 1 manat 3 qəpik. Bu boyda şey 1 manat 3 qəpik. 3 qəpik niyə qoyublar ki? 3 qəpik də yəni budur da yəni. Öz endirimsiz satdı, yəni sərfəlidir. Yəni gedin alın. Yusif var, ha, fərəqdən baxdı, tərs görsən. Yenə Yuska. Yenə. Hüseyn. Mən oturam. Sən olursun. Gəl. Amma tərs Qardaş, baxdı da Bu yanına. taktik işlətmək istədi və alınmadı və bizim növbəti gəlir bura görək. Çox böyük bir hədiyyəmiz var. Haribo Jellibon bom gəlir. Jellibonumuzun qiyməti dostlar neçə olar? Siz də orada baxmadan videoya belə yaza bilərsiniz. Beyninizdə tutun. Mən deyim də. Tuzduracaqsınız. Neçə olar bu? 90 qəpik. Bu baha olur. Endirimsizdir. 1 manat. 1 manat Haribo. 99 qəpik. Heç olmasa Yox, 90 qəpik. özü 1 manat dedindi ya, biraz aşağı deyir ki, bir neçə aşağı olacaq. 1 manat. Və qiymətinə Haribo baxırıq baha olur. dostlar. 90 Qiymətinə qəpikdir bu. baxırıq. Neçədir bu? O tərs tutmuşam. 52 qəpik. 52-dir bu, nə bir şey 52 qəpiyə Haribo. Bir dəqiqə ye, bu 4-4. Başa baş gedir. Bu bəlkə böyükləri ola bilər, amma bu 52 qəpikdir və qalib kim oldu? Qalib Yusif. 4-4-dür və Mən son boncuq yekələrdir, buna bax. və çox Məndə maraqlı meyvə gedir, suyu var. amma Hüseyn hədiyyələri daha çoxdur. Mənə maraqlıdır ki, növbəti indi hədiyyəmiz gəlsin, görək nə olacaq, qalibimiz kim olacaq. Keçən oyunun qalibi Hüseyn, yox, Yuska fərq atmış da. Mən atmışam. Hüseyn fərq 8 idim atmış. mən. Növbəti gəlir dostlar, məclisə bir aş Çox gəlir. qəşəng bir şeydir. Aşımız gəlir, xonçada Uy. gəlir və içindən çox belə Roşenin möhtəşəm şirniyyatı gəlir. Bunun qiymətini tapan elə bir jackpot apar. Bax, Çünki tam çox otuzdan dadlı, Dadlı bir şeydir. çox dadlıdır. 1.79. 2.20. 1.79 Yuska deyir, 2.20. 2.20 Hüseyn deyir və Bundan həqiqətən alın yiyin, çox dadlı. Çox dadlıdır. Sayla babat 1.79 gedir. 2.20 mən də heç bilmirəm. Qiymətinə baxırıq burada. Tərs tutmuşam yəni. 2 manat 19 qəpik. Belə birbaşa tutuzdurdum Neçə demişdin? Görür də, 2.20. görür. 2.20. Allah Hüseyn, bunu görməmişəm. aparmaq bilsən nə deməkdir? Elə bil Bu ki, 2 dənə şirniyyatların, yəni ki, krallığa, şahıddır, çox çiyələkdə özdə. çiyələklidir. Yox. Həqiqətən Məndə çox meyvə suyu var, qəşəng siz məndə meyvə gedirsən. suyu var. Növbətimiz gəlir, çox həyəcanlı bir yarışma gedir hal-hazırda və Oy, böyük bir şey. böyük bir Ne geldi? Uy, da bir ayıcıq gəlir və bu çaşdırıcı ola bilər. Sizə deyim, balaca olsa da yəni böyük bir qiyməti çıxa bilər. 35 qəpik. Oha, 35 qəpik deyir. 29 qəpik Allanma, də məncə. allanma. O 35 veçini gözləyir, sən deyəsən. Bu dəfə şey deyəcək, sən deyəsən, sən cığallıq edirsən. 29 qəpik də 29 yaxşı. 35 qəpik. 35 və 29 və qiymətə baxırıq. Və mən uduram. 49 qəpik. Və mən uduram. 49 qəpik dedim aldanma. Ayıcı. Dedim axı aldanma. Çox səhifsən 49 Yusifə qəpik. get öyrən də marketə get. 52-də o 50-dir. Arada get marketə, gör qiymətlər hara alışıb yanır ya marketdə qiymətlər. Bax da get. Və bizim demək olar ki, sonuncu ola Bunu bilər. mən qazanmalıyam. Və görək bu nədir? Bunu mən qazanmalıyam, Yankadan suyum yoxdur. su gəlib və su bir dənə yuska qazanıb, sənə su lazımdır. Bunun qiymətinə təxminlərinizi 55 nədir? qəpik. Dostlar, 34 kağıza baxmayın. Bu əyni kağıza baxın. Kağızdan satdan oxuyun. 55 qəpikdir. 60 qəpik. 60 deyir və bu neçə deyir? 55. 60 Nə və olar mən 55. udum? Nə olar mən udum? Biz Bax o qədər şey, tuzlu şey almışam. Və bir dənə baxırıq. 70 qəpik, 72. 57 qəpik. Demək budur. 3 odu, 2 mənə. 55 demisən sən? Hə. 50 demisən. Allah 55 55 dedi və sən Və neçə soq demişsən? mənimdir. Oy, 60 1 mənim. qəpik. Görsən və məncə indi sayacağıq görək kim çox udub. Çox maraqlıdır və
Çox maraqlıdır ki, Hüseyn utduqları ənkədir da hamısı. İndi Allah görək haqqı. kim çox Çox aparıb. babatdır. Birinci Yuskadan başlayaq. Yuskanın Dörd dənə utduqları şeyim var bax. mənim. Bir dənə bunu aparıb, bir dənə budur. Bir Bir dənə dənə budur, Boreli, bir dənə də bir ki Haribo. budur. Hariban var da əsas odur. Yuskanın qazandıqları dostlar budur. Yuskanın bir dənə siz qazandıqlarını gördünüz. Puan verin. Puan Ya, verin vırçılıq. dostlar. Sizcə bunun qazandıqları daha gözəl oldu, yoxsa ki Hüseynin qazandıqlarına baxın. Bir dənə də bura baxın dostlar. Elə bu ilə doldu da yəni. Buna da məndən çox böyük olur. Və Hüseyndə görün nələr var. Bir Cipsi, dənə cipsi bəssən. bir dənə roşenlər möhtəşəm bu. Bir Bir dənə dənə popcorn, popcorn. Bir dənə şirin. bir dənə bu, şirin. bir dənə su və neçə də saydı Bir da dənə say. də- 3, 5, 6 və Hələ bir bu da- dənə bundan var, elə bir dənə də yerləşmir. bu var və 7 dənə Mənkinə bax, Dörd dənə. onkinə bax. keçən dəfə də Hüseyn aparmışdı bu Ha. dəfə. Ya bu o deməkdir ki, Yuska, sən arada vaxtın olanda bir Özdəki marketə ya. falan get, gör qiymətlər nədir. Bir bax da bunlara. Bir dənə mənim Yoxsa- cipsim, sənin bütün mallarına bərabər. 1.50 idi, o mən 1.50 alırdım o. Endirimdə oldu da. Çox maraqlı oldu dostlar. Qalibimiz Hüseyn oldu və neçə gün yeyəcəksən, içəcəksən. Cipsi ilə bir dənə qəşəng kino zat. Əla. Videomuza da dostlar, kimlər bəyəni atmayıbsa, bu dəqiqəyə kimi izləyirsinizsə, videomuzda like'larınızı atın və gözəl videolarımız olacaq. Abunə olun, bəyənlərinizi atın, izləmədə qalın. Və 100.000 abunədə, 100.000 abunədə Dördümüzdə. Meşədə dördümüz də bir dənə möhtəşəm Bir gün. bir gün keçirdəcəyik və çox həyəcanlı olacaq. Hansı meşə olacaqsa onu da ki, abunə olmaq lazımdır, görmək lazımdır və hansı olduğunu da biləcəyik. Hər birinizə təşəkkürlər edirik. İnşallah növbəti videolarımızda görüşərik. Sağ olun dostlar. Sağ olun. Sağ olun.